Bu günləri nəzarət olunan xarici müəssisə və onun vergi cəlb edilməsindən danışacağıq. İlk öncə baxaq görək nəzarət olunan xarici müəssisə nədir və hansı hallarda vergi cəlb olunur. Nəzarət olunan xarici müəssisə vergi məcəlləsinin 14-2-ci maddəsində əksini tapmışdır. Azərbaycan rezidenti xaricdəki müəssisədə çox pay faizinə malik olmalıdır və müəyyən şərtlər var ki, həmin şərtlər ödənməlidir ki, həmin nəzarət olunan xarici müəssisənin gəlirləri Azərbaycanda vergiyə cəlb edilsin. Hansı ki, icarə gəlirindən, royaltidən, faiz gəlirindən, sığorta, maliyyə fəaliyyətindən əldə edilən gəlirlərdən ibarət olmalıdır. Və həmin müəssisə bizim ölkədəki vergidən verginin 75%-dən aşağı vergi dərəcəsi olan ölkədə fəaliyyət göstərən bir müəssisə olmalıdır. Yəni vergi cənnətində fəaliyyət göstərən bir müəssisə olmalıdır. Müəyyən hallar var ki, həmin hallarda nəzarət olunan xarici müəssisənin gəlirləri vergiyə cəlb edilmir. Rezidentin həmin nəzarət olunan xarici müəssisədəki dividend gəlirləri vergiyə cəlb edilmir və eyni zamanda rezident əgər həmin nəzarət olunan xarici müəssisənin törəməsidirsə, konsolida zamanı mənfəətin vergiyə cəlb edilən hissəsi vergiyə cəlb olunmur və əgər nəzarət olunan xarici müəssisə Azərbaycanda bir müəssisəsi varsa, müəssisə yaradıbsa və o vergini ödəyirsə həmin gəlirindən, bu da əldə etdiyi gəlirdən təbii ki, vergiyə cəlb edilibsə, həmin gəlirdən də vergi tutulmur. Yəni bu qədər. Nəzarət olunan xarici müəssisədən biz danışdıq bu günləri və onun vergiyə cəlb edilməsindən.